Qarabağ yarım müdafiəçisi Marko Yankoviç üçün Yaponiya klubundan möhtəşəm təklif gəlib. Balkanlı futbolçunun xidmətində maraqlı olan Asiya klubu ona illik 800 min avro ödəməyə hazır olduğunu bildirib. Bu həm Azərbaycan futbolu, həm də Marko Yankoviçin karyerası üçün böyük xəbərlərdəndir. Marko Yankoviç 3 ildir Azərbaycanda çıxış edir və bu müddət ərzində komandasında liderlərdən birinə çevrilib. Onun meydandakı liderliyi, texniki bacarığı və oyun görüşü Qarabağın uğurlarında əsas rol oynayıb. Yaponiya klubunun təqdim etdiyi şərtlər isə futbolçunun karyerasını beynəlxalq səviyyəyə daşımaq üçün nadir fürsətdir. İrəli sürülən müqavilə şərtləri həm maliyyə baxımından, həm də peşəkar inkişaf baxımından Marko üçün böyük cəlbedicilik daşıyır. Əgər o bu təklifi qəbul edərsə, Yaponiya futboluna keçid onun karyerasında yeni bir səhifə açacaq. Bu həm də Qarabağ üçün strateji və maliyyə baxımından vacib bir addım olacaq. Çünki klub Balkanlı liderini satmaqla həm gəlir əldə edəcək, həm də yeni oyunçu üçün boşluq yaradacaq. Futbol ictimaiyyəti və azarkeşlər artıq bu xəbəri sosial şəbəkələrdə geniş müzakirə etməyə başlayıblar. Balkanlı yarım müdafiəçi üçün bu həm maddi baxımdan, həm də beynəlxalq səviyyədə tanınmaq üçün böyük bir şansdır. Sizcə Marko Yankoviç Yaponiya yolunu tutacaq, yoxsa Qarabağda qalacaq? Ən son futbol xəbərləri və transfer yenilikləri üçün kanalımıza abunə olun.